Bismillah, elhamdülillah və salatu və selamu alə rasulillah, əmmə bə'd. Məlumdur ki, Məhərrəm ayındayıq. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu ayı şəhrullah, Allahın ayı adlandırıbdır. Bu da onu göstərir ki, Məhərrəm ayı 4 haram ayın içində eyni zamanda digər haram aylardan daha hörmətli və daha fəzilətlidir. Haram aylarda əməllər bir qayda olaraq daha əzəmətlidir. Həm salih əməllər Allaha daha sevimli, həm də günah əməllər daha qorxulu və şiddətlidir. Heç kimə sir deyil ki, Məhərrəm ayının 10-cu gününə təsadüf eləyən Aşura günü ilin ən fəzilətli və möhtərəm günlərindəndir. Tarixçilər bu gündə Uca Allahın bir çox peyğəmbərə yardım etdiyi, onların həyatında dönüş və zəfər günü tarixə düşdüyünü yazırlar. Lakin bu hadisələrin ən bariz misalı Musa aleyhissələmin hadisəsidir. Musa aleyhissələmin hadisəsi həm səhih sənədlərlə sabitdir, eyni zamanda İslam şəriətində Aşura gününün fəzilətinə dəlalət edən ən vacib səbəbdir. Belə ki, Musa aleyhissələm öz dövründə yer üzündə Allahın düşməni, həmin günün ən böyük tağutu Firona qarşı mübarizə aparırdı. Allahın dininə insanları çağırmaqla və Firon öz ordusu ilə Musa aleyhissələmi və tərəfdarlarını təqib eləyir. Onlar gəlib bir dənizin kənarına çatanda artıq qaçmağa yerləri qalmır. Dönüb geriyə baxarkən onun tərəfdarları Musaya deyirlər: İnnə ləmudrakun. Artıq onlar bizə yetişdilər. Yəni çatdılar bizə. Lakin Musa aleyhissələm deyir ki, İnnə mə'yə Rabbi səyəhdin. Xeyr deyir, Rəbbim mənimlədir, o mənə yol göstərəcək. Bu böyük bir iman hadisəsidir, böyük bir tövhid nümunəsidir və Allah subhanahu wa ta'ala Musa aleyhisselama vəd vermişdi. Onun təvəkkülü və Allaha etimadı bütöv idi. Və Allah subhanahu wa ta'ala əmr eləyir, dəniz yarılır, Musa aleyhisselam öz tərəfdarlarla dənizə daxil olurlar. Ardınca Fironun qoşunu da onların dalınca düşüb həmin dənizə daxil olarkən Allah subhanahu wa ta'ala hökm eləyir, dəniz Firon ordusunun üzərinə qalxır, onları batırır. Musa aleyhisselam isə öz tərəfdarları ilə bir yerdə, iman gətirən müsəlmanlarla bir yerdə sağ-salamat o dənizdən qurtulurlar. Əlbəttə bu hadisə bütün cəhətləri ilə böyük bir hadisədir. Faydalar həddindən artıq çoxdur. Bunu ayrıca oxumaq lazımdır. Lakin biz qeyd etdik ki, Aşura günü biz müsəlmanlara bir bayram olması, əlamətdar bir gün olmasının əsas səbəbi budur. Əleyhissallahu bikafin abdən